Tayland istehsalı olunan son parti Orientlərin keyfiyyəti yaxşı deyil. Biz düşünürük ki, saat kolleksiyasına başlayan bir adamda ən azından bir ədəd də olsa öz kolleksiyasına Orient saatı əlavə eləməlidir. Orient bizə ən uyğun qiymətə ən maksimum keyfiyyət təqdim edir. Orient brendi PR məsələlərinə bəzən bu biraz da narazılıqlar yaradır. Çox əziyyət çəkilir bu məsələdə. Bəli. Yeni Orient Star, yəni 3 ulduz modelləri istehsalı dayandırılıb. Əgər hardasa sizə təzə yeni deyirlərsə ki, bu birinci əldir və orijinaldır, 3 ulduz satırıq, bu biraz şübhəli məqamdır. Salam, saatımız yenə 10:10 göstərir və bugünkü buraxılışımızla qarşınızdayıq. Bugünkü mövzumuz biraz daha bir markaya fokuslu olacaq. Ona görə diqqətli olun və özümü təqdimat edib sizin də çox vaxtınızı almaq istəmirəm. Bugün bizimlə Xəyali olacaq. Xəyali bizdə Orient markası üzrə mütəxəssisləşmiş, ixtisaslaşmış bir dostumuzdur və bugün bizə Orient markası haqqında çox geniş deməzdim, üzdən birə deyək. Orient markası ilə ilkin tanışlıq kimi bir mövzumuz olacaq. Məncə Xəyali xanım bizə daha çox məlumat verəcək və bilmədiyimiz məlumatları öyrənəcəyik bugünkü buraxılışımızda. Həm Orient haqqında, həm Orientin kolleksiyaları haqqında geniş bizə məlumat verəcək. Buyurun Xəyali xanım. Salam Abbas. Xoş gördük hər kəsi. Başlayaq onda. Elə onda hamıya maraqlı olan birinci bir dənə sual verməyə ünvanlayım Xəyaliyə və buradan da mövzumuzu başlayaq. Bizim düşüncəmizdə əlbəttə ki bu, amma əlbəttə ki sizin də fərqli düşüncələriniz varsa qeyd edə bilərsiniz. Biz düşünürük ki, saat kolleksiyasına başlayan bir adamda, başlayan bir insanda ilk öncə ən azından bir ədəd də olsa öz kolleksiyasına Orient saatı əlavə eləməlidir. Məhz niyə? Niyə kolleksiyaya başlayırsansa Orientdən başlamalısan? Birinci sualım elə budur Xəyali. Mən deyərdim ki, biz birinci mexaniki saatdan başlayırıqsa və bunu əlavə eləyim. Yəni ilk mexaniki saatdan başlayırıqsa, həm başlanğıc olaraq Orient seçə bilərik, qiymət kateqoriyası olaraq, həm də keyfiyyət olaraq biz uzun ömürlü saatı tapmaq istəyiriksə, yəni sual haqqında çox uzun danışmaq olar. Biz niyə Orient saatı seçməliyik? Amma mən ümumiyyətlə belə ümumiləşdirmə edə bilərəm ki, Orient bizə ən uyğun qiymətə ən maksimum keyfiyyət təqdim edir. Yəni 40 saat ehtiyat gücü müddəti ilə günlük 15-25 saniyə sapma ilə təqdim olunan digər kateqoriya saatları, mexaniki saatlardan söhbət gedir. Biz bunları qat-qat digər brendlərdə bir neçə qat, yəni dəfə daha bahalı segment, daha bahalı qiymətə təqdim olunur. Buna görə də ümumi olaraq biz sadəcə olaraq qiymət üzərindən də getməyə bilərik. Keyfiyyətlə nəzər salanda keyfiyyət və qiymət ikisi birləşir və çox mükəmməl bir seçim ortaya çıxarır. Bu cəhətdən baxanda mən deyərdim ki, Orientlə müqayisə oluna biləcək bir brend yoxdur. Doğrudur, Orientlə keyfiyyət olaraq müqayisə olunacaq çox brendlər var. Amma hər biri hansısa bir parametrdə Orientdən geri qalır. Hansısa bir parametrdə biz görürük ki, Orientdə bu qiymətə təqdim olunan, misal üçün deyirəm, sapfir şüşədə paslanmaz polad korpusla təqdim olunan bir mexaniki saata biz 450 AZN verə biliriksə, başqa X saylı bir brenddə yəni bu ola bilməz. Yəni ən yaxşı halda bunun 2 qatını ödəməli oluruq. Yəni qiymət məsələsindən gedəndə biz bunu tamamilə belə yəni biraz incələmək istədim, ətraflı danışmaq istədim. Ümumi olaraq da deyə bilərəm ki, Orient mexaniki saat istehsalı üzrə özünü təsdiqləmiş bir brenddir. Yəni brend ilk gündən tam olaraq mexaniki saatlara fokuslanıb və bu sahədə özünün ən yaxşı versiyasını təqdim edir. Bir dənə haşiyə çıxın bir şey dediyim. Orient markası bildiyimiz kimi kvarts inqilabı olanda, Seiko eləyəndə kvarts inqilabı, hamı başlamışdı kvartsı keçməyə. Amma Orient markası, belə deyərdim, öz tərəfini saxlamağa çalışdı və
səhvlənmirəmsə, indi Xəyalə bizə daha dərindən Kvars anlatır. inqilabı olanda Orient gənc brend sayılırdı. Yəni 1969-cu ildə Kvars inqilabı olub və bir çox İsveçrə brendlərinin tərəddüddə qaldığı bir anda ki, biz mexaniki saat istehsalını davam etməliyik ya biz də keçməliyik Kvars inqilabına, daha uyğun qiymətli, daha uyğun büdcədə modellər təqdim etməliyik qərarsızlığı arasında qalanda Orient eyni xətt üzrə, yəni öz prinsipini saxlayaraq eyni formada yeni seriya təqdim edir. Həmin illərdə ondan bir neçə il sonra da növbəti seriyalarını təqdim edir və yəni brend öz gücünü və bunu bacardığını yaxşı bildiyi üçün bu istiqaməti dəyişmir. Yəni qərarsızlıq yaşamır orada. Məncə bu da keyfiyyətə təsir eləyir, növbəti illərdə inkişafına təsir eləyir. Orient markasında ümumiyyətlə demək olar bunlar əllərində belə deyək də, hər markanın əlində tutduğu, bayraq elədiyi bir dənə hansısa bir funksiyonallıq mı deyək, yoxsa məsələn elə bir marka var ki, maksimum büdcəni əsas xərcləyir marketinq tərəfinə, video çəkilişlər olsun, veb saytlar olsun və məsələn də hər hansısa bir kolleksiyaya yönəlir, amma Orient markasında indi təcrübəyə görə deyirəm də, mən belə görmüşəm. Yenə deyirəm, ola bilər ki, sizə başqa cür fikir ayrı-seçkiliyi yaşayarıq burada. Əgər elə bir şey olsa, Xəyalə düzəldərsən. Mütləq bildirəcəm. Xəyalədə də olmasa, siz düzəldərsiniz, kommentariyalarda qeyd edərsiniz. Orientdə məsələn belə bir dənə məsələ var ki, Orient markası marketinqdən, veb saytlardan, bunlardan daha çox, nə bilim, hətta deyirəm, qablaşdırmadan da daha çox, əsas önəm verdiyi şey daha çox. Vizualı çox da elə bil önəm vermir. Bunlar üçün elə bil əsas məsələ saatın mexanizmi, saatın dizaynı, sırf saatla bağlı olan şeylər ki, özü çox məncə yeniliklərə açıq markadır. Bəli. Hansı trendlər varsa, o trendləri maksimum dərəcədə tez istir eləyəsin. Bu arada yeni kolleksiyamız gəlib. Dünən təqdim olundu. Dünən gəldi yeni kolleksiyamız. O kolleksiyadan da bir iki dənə misal çəksən bizə. Yeni ərəb indeksləri ilə olan hal-hazırda trenddədir, hansı ki, ərəb indeksləri ilə olan modellər. Orientdə də 2026-cı ildə artıq Bambino seriyasının ərəb indeksli modelləri təqdim olundu. Bizdə də artıq satış ünvanımızda mövcuddur. Yaxınlaşıb tanış ola bilərsiniz. Bu araya reklam belə Instagram profillərimizi aşağıda qeyd edərik. Əlaqə saxlasınız, elə Xəyalə xanım şəxsən sizə kömək olacaq. Mütləq yardımcı olmaqdan şad olaram. Ümumi olaraq da mən brendin gücündən danışdıq. Mən deyə bilərəm ki, Orient brendi PR məsələlərinə bəzən bu biraz da narazılıqlar yaradır. Çox əziyyət çəkilir bu məsələdə. Bəli, istər veb sayt və digər modellərin təqdimatları, vizualları biraz bəzən gözləniləndən daha zəif ola bilir. Hətta belə hallar olur ki, saat daha mükəmməldir əslində, amma onun marka tərəfindən təqdim olunan elə bir vizualı yoxdur ki, o vizualı biz təqdim eləyək və o mükəmməl görüntünü yəni orada artıq iş özümüzə düşür ki, biz önümüzdə fərqli bir təqdim olunan bir model var. Misal üçün skeleton model və s. model. Biz onu özümüz təqdim edək. Çünki marka tərəfindən belə bir vizualı, yəni çox nadir hallarda tapa bilərik ki, biz deyək ki, nə yaxşı vizualdır, biz bunu istifadə edək təqdimatlarda. Yəni bu cəhətdən deyə bilərəm ki, PR yönümlü bir brend deyil, amma keyfiyyət yönümlü brenddir. Yəni hər zaman belə deyirəm, müsbət bir şeydir məncə. Mən Yaponiya yanaşmasıdır. Tam olaraq Yaponiya. Məncə müsbət bir tərəfdir bu tərəf. Şey deyil yəni, necə deyim, bir mənfi tərəf deyil. Bu yaxşı bir cəhətdir bu məncə. Müştərinin xeyrinə olan bir tərəfdir o da. Çünki məsələn, qablaşdırmaya önəm versələr, hər hansı bir SNS-ə önəm versələr və ya sosial mediaya və ya belə deyim, PR-a çox önəm versələr istəsəmiz, çünki PR məsələləri də yetəri qədər bildiyimiz kimi də xərcli məsələlərdir. Və bunlar da saatın düz keyfiyyətinə təsir edən bir şey deyil. Bir tərəfindən fikirləşmək olar, keyfiyyətinə təsir edən şeylər. Təqdimat daha yaxşı təqdimat oluna bilərdi. Amma məsələn, saatın qiymətinə çox ciddi şəkildə təsir edən faktlardandır. Ona görə də məsələn, məncə bunu Orient özü müştərilərini düşünür, bizi düşünür deyə belə bir şey eləmir. Arada əziz çəkən biz oluruq. Özümüz yaratmalı oluruq, həm kontent tərəfi olsun. Zaten əlimizdəki bütün markalar üçün kontenti özümüz yaradırıq. Çünki hər məsələn bir marka Yaponiyada və ya İsveçrədə və ya Almaniyada, Avstriyada istehsal olunursa, həmin ölkəyə uyğun PR olunur. Həmin o ölkəyə uyğun fotosessiyalar olsun, videolar olsun, kontentlər olsun.
Biz yenə də eləyirik bunu, amma məsələn Orientdə bu bizi daha da çətinə salır. Çünki onlar üçün məsələn əsas olan keyfiyyətdir. Bəlkə də belə bir dənə səbəb var Orientdə ki, fikirləşir, onu da eləsəm daha çox ehtiyac yaranar, çatdırıb istehsal edə bilmərəm. Bu da ola bilər. Səncə ola bilər belə bir şey yoxsa? Düşünmürəm. Yəni mən ümumiyyətlə düşünürəm ki, Yapon yanaşması biraz bu yöndədir. Sadəcə Orient brendində də görmürük, digər Orient brendlərində də bu məsələ biraz axsıyır. Orientdə daha çox axsıyır. Amma yəni ümumilikdə daha çox PR, yəni vizual yönümlü göstəriş deyil də. istəmirlər də adamlar belə deyək. Daha çox keyfiyyətə fokuslanıb, daha yeniliklərə, bu keyfiyyət cəhətdən yeniliklərə daha açıqdılar. Nəinki vizual tərəfdən yeni influencer marketinq. Məsələn, ümumiyyətlə Orient influencer marketinqdə qəti istifadə eləmir, heç görməmişəm. Orient Avropa olan Orient deyəsən bəzən istifadə eləyir, amma yəni, o da yəni çox bizə tanış simalar deyil çox da. Bir dənə də maraqlı bir dənə sual var. Amma o sualı keçməmişdən qabaq istəyərdim, biz keçən podkastımızda hədiyyə gətirmişdik, G-Shock stendi. Düzdür, bu səfərki buraxılışımızda hədiyyəmiz yoxdur, əli boş gəlmişik qarşınıza, amma elə bunu da qeyd eləyərsiniz. Əgər sizə maraqlıdırsa hər podkastda hər hansı bir hədiyyə falan olsunmu, yoxsa olmasınmı? Amma keçən podkastımızda belə bir dənə məsələ var idi ki, bizə maraqlı mövzular, maraqlı fikirlər qeyd edən insanlardan birini seçib biz hədiyyə verəcəydik. İstəyərdim həmin adam elə xəyalə təqdim eləsin. Bizim sevimli izləyicimiz Tapdıq bəy, Tapdıq Mustafayev. Rəy, bilmirəm, sizdə varsa rəyini oxuyardıq. Rəydə qeyd eləmişdi ki, oxumağa ehtiyac yoxdur, yadımda saxlamışam. Qeyd eləmişdi ki, bizim yaralı mövzumuz olan bir yerə toxunmuşdu. A-klass saatlarla bağlı ki, hansı ki, insanlar gedib A-klass və ya yəni A-klass da sözü də uyğun. Çünki A-klass sözü elədir ki, oxşuyur A-klass deyəndə ilk anda bir şey eləmirsən ki, bu saxta saatdır, yoxsa A-klass yəni saxta saat deməkdir. Fake var, orijinal. Fake var, orijinal var. Yəni bu A-klass, B-klass, C-klass söhbətləri hər buraxılışımızda da bunu belə necə deyim, belə əlimdə bayraq eləyəcəyim bir şeydir. Çünki mən bu il istəyirəm ki, onlara qarşı bu il onlara qarşı biz müharibə elan eləyək ki, bəsdirində, yəni bu A-klass söhbətini, fake saat söhbətini bağlayaq. Tapdıq bəy də bununla bağlı bir şərh yazmışdı və yaxınlaşıb bizim mərkəzi filialdan da hədiyyəsini götürə bilər, əldə edə bilər və bu arada yeni kolleksiyalarımızdan da tanış olar. Belə bu buraxılışımızda bir hədiyyəmiz yoxdur, amma qeyd eləyərsiniz, əgər istəyirsinizsə, sizə maraqlıdırsa, biz hər buraxılışımızda da bu hədiyyə məsələsini aktuallaşdıra bilərik. Bu yerdə Xəyaliyə bir dənə də sual vermək istəyirəm. Xəyaliyə. Bir dənə sual aldıq biz müştərilərin çoxundan. Bu Orient həmin Orientdir yoxsa yox? Ən məşhur belə deyərdiniz. Ən çox Xəyaliyənin ən çox aldığı suallardan biridir. O sualı istəyirəm ki, belə burada kütləvi halda cavablandırasan bir dənə bizim üçün. Bir çox hallarda bu Orient o Orientdir. Bu babalarımızın vaxtından olan Orientdir sualını eşidirəm. O halda təbii ki, bəli. Amma bir cəhətdən yanaşanda bəli, digər tərəfdən baxanda tam olaraq elə deyil. Ümumi olaraq brendin tarixinə nəzər salanda brend 1950-ci ildən fəaliyyət göstərir, yəni rəsmi olaraq. 1951-ci ildən isə Orient Star xətti fəaliyyət göstərir. Yəni tam 75 illik brenddə az qala bir əsrə yaxındır. Və yəni brendin geniş bir tarixi var. Və bu Orient həmin Orientdir. O vaxt elə Sovet vaxtından babalarımızın taxdığı həmin Orientdir. Sadəcə olaraq brend bu müddət ərzində çoxlu yeniliklər eləyib, çoxlu innovasiyalar eləyib. Bir qısa söz kəsim, bir dənə şey deyim. Buyur. Bu sualın belə bir dənə cavabını verə bilərik. Bu Orient həm həmin Orientdir, həm də həmin Orient deyil. Niyə həmin Orientdir, niyə həmin Orient deyil? Bu sualı belə cavablı bizə. Brend olaraq həmin brenddir, yanaşma olaraq eynidir və brendin ümumi olaraq tarixinə nəzər salanda bəli, eyni brenddir. Bu Orient həmin Orientdir. Amma həmin Orient deyil deyəndə biz digər 50 il, 70 il bundan əvvəlki Orient saatı ilə indiki həmin kateqoriya olaraq, həmin segment olaraq, həm Orient saatını əlimizə alanda biz anlayırıq ki, tam olaraq həmin Orient deyil. Yəni brend özünü
davamlı olaraq inkişaf etdirib. Yəni bu sadəcə mexanizmin işləməyindən deyil. Yəni digər detallar işçiliyi olsun, polad və s. yəni digər detallar bütün işçiliyə aiddir saatın. Biz görürük ki, bu orient o orient deyil. Yəni həm də belə bir bəzən belə yanaşmalarda eşidirəm. Orient yəni köhnə stillə gedir, köhnə tərzlə gedir. Bəzən olur ki, deyir ki, mən daha modern, daha fərqli bir şey O istəyirəm. sual alanda sadəcə Orient Star göstərir ki, modern şey istəyirsən də burada var. Həm Orient Star da yeni belə modellər mövcuddur, həm də elə Orientin özü də, yəni indi yeni bizdə stoklanan modellər də var. Hansı ki, fərqli siferblat rəngləri, fərqli korpus ölçüləri, yəni ümumiyyətlə brend yəni sadəcə olaraq köhnə fonda olan saat tərzdə qalmır da. Yəni yeni o sadəcə bizim beynimizə bir algıdır ki, artıq ki, əgər köhnədirsə, o tərzdə də davam edir. Yox, yəni təzə biz bayaq dedik, yeni trendlərə qoşulur, istər siferblat rəngləri, istər digər detallar olaraq, yəni yeniliklərə davam edir. Bir də bir dənə belə deyərdim, hamıya maraqlı Üç ulduz olandır. seriyasından Üç ulduz seriyası məsələsi var ki, bizdən həddindən artıq çox soruşulur da ki, təsəvvür edin, biz paylaşımlar falan edirik ki, yeni modellər gəlib, yeni modellər stoklanıb. Hamı soruşur. 3 ulduz var, 3 ulduz gəlib, Tristar, Orient Tristar gəlib, babamın saatı gəlib. Bunlara qarşı səncə belə deyirəm, sualı belə verim də, daha maraqlı olsun deyə. Səncə Orient markası Tristar modellərini yenidən istehsal eləməlidirmi, yoxsa eləməli deyilmi və fərqi nədir? İndiki modellərlə Tristar modelindən. Çünki Orient Starla da bəzən səhv salırlar. Bəli, bəli. Tristar, orada Star sözünə görə çox güman ki. Ümumi olaraq məncə biz biraz da Tristar, Star 3 ulduz modellərini biraz nostalgiya ilə xatırlayırıq. Yəni o vaxtın saatları, o vaxt daha yaxşı idi, o vaxt daha mükəmməl idi. Amma yəni bayaq dediyim sözü təkrarlayacağam. Biz müqayisə eləyəndə saatı hiss eləyən, saatla daimi olaraq işləyən bir insan kimi onu müqayisə eləyəndə biz görürük ki, yox, yəni Orient Star çox mükəmməl idi, amma indiki saatlar elə deyil deyə bilmirik. Orient Star dedin. Üzr istəyirəm, Tristar 3 ulduz. Onlar mükəmməl idi, amma indi elə saat tapılmır deyə bilmirik. Yəni bu mümkün deyil də. Yəni toxunanda biz o toxunuşun fərqini hiss eləyirik. Əslində kəmərində polad, çox olunur. yəni kəmər çox fərqi olunur, yəni ağırlığı, kəmərin digər detallar. Ona görə də 3 ulduz modellərini bizdən çox soruşulur. Çünki biraz o dediyim kimi də nostalgiya, babamın belə bir saatı var idi, mən də bundan tapmaq istəyirəm. Yaxud da belə bir saatı mənə tərifləyiblər, amma mən bundan tapa bilmirəm. Yəni ümumilikdə qeyd edim, hətta bunu belə çox böyük hərflərlə də istəyirəm qeyd edək ki, yeni Orient Star, yəni 3 ulduz modelləri istehsalı dayandırılıb. Yəni bir neçə ildir dayandırılıb və stoka gəlmir. Yəni bizdə artıq bu modellər stoklanmır. Əgər hardasa sizə təzə yeni deyirlərsə ki, bu birinci əldir və orijinaldır, 3 ulduz satırıq. Bu biraz şübhəli məqamdır ki, həmin adamlara inanmırsınız. Bəli. Qətiyyən inanmırsınız, çünki mümkün deyil belə bir şey. Fake ola bilər. Çünki fake ola bilər. Bəli, biz rəsmi distributor olaraq, yəni bildiririk ki, bir neçə ildir ki, artıq bizim stoklarımıza gəlmir. Və bizə markadan da belə məlumat gəlir ki, biz artıq bunun istehsalını dayandırmışıq. Bəli, istehsalı dayandırılıb deyə bizə gəlmir. Digər o əldə etmək istəyən şəxslər ola bilər kimsə saatını təzə saxlayıb ikinciyə satır və s. Amma yəni təzə bu saat istehsal olunmadığına görə biz deyirik ki, artıq stokda yoxdur. Amma ona bənzər bizdə Orient kolleksiyası var bir dənə. Bəli, SK modelləri var. Hansı modellər? SK modelləri var. Bənzər dizaynda Revival seriyasında. Bəli, 8 bucaqlı. 8 bucaqlı. Bənzər modellərdə, amma məhz 3 ulduz yəni 3 ulduz istəyirsinizsə, belə deyim, o abu-havanı verməni istəyirsinizsə, SK kolleksiyasından istədiyiniz modellər. SK modellər ilk gələndə çox bəyənildi bizdə. Bəyənilmə səbəbi də elə Tristara bənzəməyi idi. 3 ulduza bənzəməyi idi. Bəs yenə də sual verin. Bayaq sual vermişdin, onu bir dənə deyim, bildirmişdin ki, Orient Star, Orient 3 ulduzdan imtina etməli idi ya yox. Məncə brend burada bir seçim edib və
burada seçim edəndə də özünə güvənib, təqdim edəcək keyfiyyətə güvənib. Yəni 3 ulduzun 3 ulduzdan daha üstün modellər təqdim edəcəyini və qiymət olaraq da hər kəsə xitab edəcəyini bildiyinə görə ümumiyyətlə 3 ulduz modellərinə imtina eləyib. Ola bilər ki, biz növbəti illərdə bəlkə nəsə bir sürpriz ola bilər bu haqqda düşünə bilərlər. Amma mənim tərəfim məsəl üçün nədir? Bunu öz aramızda da müzakirə eləmişik. Burada da bir daha istəmdim. Mən məsəl üçün nə istəyərdim olsun? Yəni elə bir hadisə baş versə, elə bir istehsal eləsə, mən məsəl üçün çox istəyərəm. İstəyərəm ki, bir dənə Orient Star modeli buraxsınlar. Orient yox da, Orient Star modeli. Və kvadrat dizaynda olsun. Demirəm eynisi olsun Tristarın, bənzəsin ona, amma keyfiyyəti Orient Star keyfiyyətində olsun. İstər avtomatik mexanizmi olsun, belə şey kimi oldu, belə o olsun, bu olsun. Yəni bu istəyimdir, belə deyim. Belə bir şey istəyərdim ki, təklif olaraq istəyərdim ki, nə vaxtsa da belə üzbəüz görüşəsi olsam nümayəndəliklərlə. Bundan qabaq görüşmüşük, amma görüşənə məsələn bu fikirdə deyildim, amma indi məsələn fikirlərim ki, istəyərdim məsəl üçün ki, kolleksiyama belə bir dənə saat əlavə edeyim ki, Orient Star yubiley serial bir model olsun. Bənzəsin, tam bənzəməsin Tristar'a, amma ona biraz bənzəsin. Kvadrat formada bir dənə mexaniki saat istəyərdim. Mexaniki və nazik mexaniki formada bir dənə. Mən daha çox bəyənərdim ki, Orient Star yox, elə Orientin biz dediyimiz kimi yubiley modeli, amma 3 ulduz modellərində hansı loqo istifadə olunubsa və ümumi olaraq 3 ulduzun hansı ki 3 ulduz var sifirbatda tamamilə eyni. Tristar yox, amma Tristar qeyd olunub altından da nəsə yazılsın ki, ona xitabən belə 3 ulduz seriyasının hansı ki istehsal olunduğu ilin il dönümünə uyğun yubiley bir model ola bilər ki, yəni məhdud buraxılışlı. Bu ola bilər, fərqli ola bilər. Amma yəni buna ilişib qalmaq, 3 ulduz yoxdursa, Orientdə seçim yoxdur, yaxşı deyil və yaxud da ki, bu tamamilə xurafatdır. Yəni tamamilə, yəni bu o deməkdir ki, yəni heç məlumatlı biraz araşdıranda, biraz məlumatlı olanda istifadə edən AB saylı bir tanışdan maraqlananda belə, yəni ən yaxşı bir brendin ən yaxşı reklamı nədir? Onun istifadəçiləridir məncə ki, əlbəttə. Ən yaxşı rəyi onlar verə bilərlər ki, bəli, mən almışam, yaxşıdır ya da mən almışam, almayın. Yəni elə biraz araşdıranda sağdan soldan bir-iki nəfərdən yeni əldə edən adamlardan soruşanda onlar özləri görəcəklər ki, yox, bu ayrı keyfiyyətdir. Yəni bu yaxşıdır. Deyilənlərdən bizə də çox olur. Deyir ki, izləyici bildirir ki, deyirlər ki, yaxşı deyil də, bunlar o vaxtınkindən deyil. O deyənlər şimdi o deyənlər tapmalıdır. Tam olaraq onlar kimdir? Niyə elə deyirlər? Niyə elə deyir? Yəni həqiqətən də soruşanda da elə bir adamla rastlaşıb soruşanda ki, biz niyə belə desin, tutarlı bir səbəb göstərim də. Altı dolu deyil də o reyin. Bəzi adamlar var ki, elə bilirlər ki, Sovetində istehsal olunub olar. Deyirlər Sovetin vaxtında o söhbət var. Sovetin vaxtında yağ daha yaxşı olurdu. Biraz o söhbətlərə oxşuyur da. Amma elə deyildi. Sovetin vaxtında da eyni adamlar istehsal edirdi bu saatı. Bəli, o vaxtda Yaponiya saatı. Eyni adamlar istehsal edir, eyni zavod istehsal edir, amma indi daha keyfiyyətli istehsal edir. Bəli. Əlavə olaraq bir dənə də sualım var sənə Xəyalə. Bu da müştərilərin belə deyək, izləyicilərin bizə çox ünvanladığı sualdır. Əslində o bayaq vermək istədim bu sualı, prosta ara qarışdı biraz. Hansı ki danışdıq bu Orient həmin Orient kimi. Bu sual niyə yaranır? Orada bir Yaponiya, Tayland məsələsi var. Sən də bilirəm yaralı yerindir bu. Çox qısa bizə bu haqqda bir dənə açıqlama ver. Daha dərindən növbət buraxışları danışarıq. Belə olur bəzən ki, mənim o vaxt saatim var idi, yaxud da kiminsə, misal üçün əmimin oğlunun belə bir saatı var idi. Onun arxasında Yaponiya yazılmışdı. Bunun arxasında, arxa qapağında Yaponiya yazılmayıb. Nəyə görə? Onda bu orijinal deyil və yaxud da bu onda başqa brenddir və s. Ümumi olaraq mən qeyd edim ki, Orientin hal-hazırda 2 istehsal xətti var. Orient və Orient Star. Orient modelləri istehsal olunur Taylandda, Orient Star modelləri isə istehsal olunur Yaponiyada tam olaraq. Hər ikisi manufaktura istehsaldır. Yəni biz buna qapalı istehsal deyə bilərik də. Yəni bir ərazidə saata aid olan bütün proseslər, hansı ki mexanizmin istehsalından tutmuş, digər bütün hər şey bir ərazidə baş verir və brend belə bir seçim arasında qalır. Biz
qiymətləri, yəni saatların qiymətlərini artıraq, istehsalı Yaponiyada saxlayaq. Orient modellərinə də aiddir. Yaxud da biz istehsalı keçirək Taylanda, amma qiymətləri eyni saxlayaq. Və burada seçim zamanı qərarlaşdırırlar ki, Orientlar Yaponiyada tam istehsal olunsun, daha yuxarı seqment üçün. Orient modelləri isə Taylandda istehsal olunsun və qiymət sabit qalsın. Hətta amma mexanizm mən bildiyim qədərilə Taylandda istehsal olunanların da mexanizmi Yaponiyada. Təbii ki, Yaponiyada. Yəni bunu biz mühəndislik cəhətdən baxanda da burada heç bir fərq görə bilmirik. Çünki eyni mexanizm, eyni istehsal xətti, eyni staff, yəni tamamilə sadəcə olaraq daha uyğun işçilik şərtləri, daha uyğun vergi şərtləri. Biz bilirik ki, bunu sadəcə Orient brendi də istifadə eləmir. Biz yəni bu gün istifadə etdiyimiz Apple-a yəni Çin istehsalı deyil. Eynən Çin istehsalıdır, mən bunu istifadə eləmirəm deyən bir şəxs görməmişəm hələ ki. Yəni bunu sadəcə daha uyğun şərtlərdə istehsalına görə istehsal bazası Taylanddadır. Amma bu onun keyfiyyətinə və yaxud da ki istehsal prosesindəki bir fərq demək deyil. Bu sadəcə istehsal ölkəsi. Doğru dillə desək, əvvəllər istehsal olunurdu Yaponiyadakı zavodda, Yaponlar tərəfindən. İndi istehsal olunur Taylanddakı zavodda, amma məsələn belə bir dənə məsələ var. Yenə Yaponlar tərəfindən. Taylandda hər hansısa bir Taylandlılar tərəfindən idarə olunmur və istehsal olunmur bu. Taylandda sadəcə belə deyil, məkanı dəyişiblər Taylandda. Amma zavod yenə Orientin öz zavodudur. İşçilər həmin işçilərdir, mühəndislər həmin mühəndislərdir. Ona görə yəni qətiyyən burada məncə narahat olmalı bir məsələ yoxdur. Qətiyyən. Yəni Tayland orada sadəcə arxasında Tayland yazılmağını. Çünki dediyimiz kimi istehsal olaraq heç bir dəyişiklik yoxdur. Xeyr. Həm istehsal olaraq, həm keyfiyyət olaraq heç bir dəyişiklik yoxdur. Sadəcə eyni adamlar gəliblər Taylandda istehsal edirlər. Bəli. Yəni biz o zaman deyə bilərikmi Taylandda istehsal olunan Tayland istehsalı olunan son partiya Orientlərin keyfiyyəti yaxşı deyil, əvvəlki Orientlərin keyfiyyəti yaxşıdır. Belə bir şey mümkün deyil. Yəni biz bunu müştəri geri dönüşlərindən də görərdik. Yəni bizdə ümumiyyətlə qeyd edim ki, Orientin rəsmi servisi də bizdədir, yəni rəsmi distributor olduğumuza görə. Və bizdə Orientin mexanizminə görə, saatda problemə görə müraciətlər demək olar ki, minimumdur ya da sıfıra yaxındır. Yəni bu saatlar satılır və davamlı olaraq da yəni bizə mənfi feedback olaraq geri qayıtmır. Buna görə də mən istəyirəm ki, ürəyiniz rahat. Yəni tam olaraq bir Yapon saatıdır, narahat olmayın. Siz onu keyfiyyətindən və uzun ömürlüyündən görəcəksiniz ki, o həqiqətən Yapon saatıdır. Yəni bu bizə ona şərait yaradır ki, biz Yapon saatını uyğun qiymətə ala bilirik. Yəni hər seqmentə xitab eləyə bilir ki, mexaniki saat fantastik bir qiymət deyil də. Yəni bəzən olur ki, soruşurlar, misal üçün paylaşmışıq, soruşurlar. Bu saat deyirəm 400 neçə zamanata xüsusiyyətlərini mexaniki saat. Onda bu A klassdır. Çünki həqiqətən də mexaniki saat daha bahalı olmalıdır fikri var da bir çox hallarda. Yəni Orient buna bizə icazə verir ki, biz mexaniki saat, orijinal mexaniki saat, Yapon saatı əldə edək, amma daha uyğun qiymətə. Yəni bu da müştərilər üçün hesablanmış bir qərardır yəni. Bu üsyanı. Bəli. Orient haqqında danışsaq biz bir buraxılış bəs eləməyəcək buna. Ona görə ara sıra belə biz Orient haqqında danışacağıq. Xəylə ilə oturub qarşılıqlı. Çünki dediyim kimi, yəni Orient haqqında danışsaq, biz ancaq Orient haqqında danışsaq, gərək biz 2 saatlıq, 3 saatlıq sizinlə bir buraxılış eləyək. Davamlı olaraq. Aciz məsələn beynimizdə tutduğumuz bəzi mövzular var idi ki, hansı ki o mövzularda danışarıq. Heç onları belə fikirləşirik ki, eləsək, danışsaq, müzakirə etsək, yerləşdirə bilməyiz. Çünki Orient belə deyək də çox geniş mövzudur. Saat mövzusu ümumiyyətlə çox geniş mövzudur. Bəzi markalar var ki, onların haqqında günlərlə, aylarla oturub danışmaq olar. Ona görə bizim kanalda belə ara sıra fırlanıb belə deyədim, Orientə dəyəcəyik biz. İstəyirik yekunlaşdıraq bugünkü buraxılışımızda. Gələn buraxılışlarda görüşənədək. Əlbəttə ki, nə edirsiniz? Kanalımıza belə deyək, daha belə YouTuberlər kimi kanalımıza abunə olmağı, like qoymağı, kommentariyada bildirməyi eləməyi unutmayın. Bəli, bizi motivasiya eləməyi unutmayın ki, biz də maksimum dərəcədə həvəslənək, araşdırmalar eləyək və yenidən sizin qarşınıza yenilikləri təqdim edək. Əlbəttə ki, həm YouTube kanalımızı, həm də Instagram səhifələrimizi izləməyi unutmursunuz. Hələlik gələn buraxılışlarda görüşənədək. Sağ. Sağ.